8 yanvar 2026-cı il və mən hazırda Ordubad şəhərindəyəm. Azərbaycanın tarixinin daşıyıcısı olan bir şəhərdə. Gördüyümüz bax bu tikili Ordubad Cümə məscididir. 17-ci əsrə aiddir. Mən deyərdim ki, bu məscid Azərbaycan Səfəvilər dövlətinin ən mühüm simvollarından biridir. Məscidin qapısı üzərində 1. Şah Abbas Ordubad əhalisini sədaqətinə, cəsarətinə görə 1. Şah Abbasın Ordubad əhalisini vergidən azad etməsi ilə bağlı fərman var. Fərman həkk olunub və yeri gəlmişkən unikal bir yerdir ki, şahın fərmanı məhz məsciddə qapının üzərində həkk olunub. Mən 2011-ci ildə bura gəlmişdim. Onu qeyd edim ki, mənim anam Ordubaddandır, bu şəhərdə böyüyüb başa çatıb və mən 2011-ci ildə təvazökarlıqdan uzaq da çıxsa Mirassız Varislər romanını yazmışdım. Həmin roman 2 dəfə çap olunub. Bir dəfə dostum, qardaşım Zahir Əzəmətin dəstəyi ilə, digər vaxtda isə 2021-ci ildə xalq şairi Sabir Rüstəmxanının tövsiyəsi ilə, təşəbbüsü ilə çox dəyərli Şahbaz Xudovunun dəstəyi ilə Qanun nəşriyyatında çap olundu və məlumat bu kitab haqqında internet resurslarında var, oxuya da bilərlər, öyrənə də bilərlər, bilərsiniz. Və mənim yadımda da o zaman məscid belə deyildi. Təmirsiz idi, şəbəkələr sökülmüşdü, təmirə hazırlaşırdılar. Amma sonraki illərdə təmir baş tutdu. Amma mən bir vacib məqamı qeyd etmək istəyirəm. Yeri gəlmişkən, hazırda məni çəkən Naxçıvan Dövlət Televiziyasının operatoru Rafət Kərim oldu. Mən Rafətə dərin təşəkkürümü bildirirəm. 2021-ci ilin may ayında Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ordubada gəldi və aşağıda bir su təsərrüfatı ilə bağlı açılış var idi. Prezident o açılışı etdikdən sonra onun dayandığı nöqtənin arxa hissəsindən bax bu məscid görünürdü. Arxa hissəsində bax bu məscidi görmək olardı. Bunun da əslində rəmzi bir mənası var. Və nəzərə alaq ki, prezident, mən əgər səhv eləmirəmsə, Zəngəzur dəhlizinin açılacağı ilə bağlı qətiyyətli bəyanatını məhz ilk dəfə burada səsləndirdi. Naxçıvan torpağında ilk dəfə olaraq burada səsləndirmişdi. Və bu o bəyanat əslində Azərbaycan dövlətinin toxunulmazlığı, suverenliyi, onun qüdrətinə ünvanlanmış